Salam değerli izleyicilerim, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni vlogumda. Səhər-səhərdir, yeməğimizi yemişik, ev işlərini gördüm, sildim, yığışdırdım, süpürdüm, hər işi gördüm. Hər gün olduğu kimi diş həkiminə randevu almışdım, getdim diş həkiminə. Müalicə üçün getmişdim, oradan qaydanda belə qab-qacaq mağazasına girdim. Ümumiyyətlə mən hər bir qadın kimi qab-qacaq mağazasını gəzməyi sevirəm. Bu mağaza 2 mərtəbəli mağazadır. İçində yoxdur. Həqiqətən möhtəşəm əşyalar var idi. Nə istəsəniz gəlib buradan tapa bilərsiniz. Ancaq qiymətlər bir o qədər də ucuz deyildi. Digər mağazalara nisbətən mənə baha gəldi. Buna baxmayaraq, əgər fikrinizdə hər hansı bir qab-qacaq əşya varsa, evə aid, mətbəxə aid, gəlib buradan rahatlıqla rəngbərəng tapa bilərsiniz. Hər cürəsi var idi. Buna görə buranı çox bəyəndim. İstədim sizlər üçün də çəkiliş edim. Mənə maraqlı olur belə qab mağazasında gəzmək. Yəqin sizin üçün də maraqlı olardı deyə sizə çəkiliş etdim. Bacardığım qədər qiymətlərini də çəkdim. Əslində mən bura fenə baxmağa girmişdim. Fen, toz soran, soba, hər şey var. Bacardığım qədər belə çəkdim. 2 mərtəbəli mağazadır. İkinci mərtəbəsində cehizlik var. Cehizlik qab-qacaqlar var. Çox gözəldir, çox bəyəndim. Ümumiyyətlə bu vlog qısa vlog olacaq. Çox uzun videolar çəkməmişəm. Qısa gündəlik həyatımı çəkmişəm xanımlar. Nəyə görə qısadır? Bəzən vaxt olmur ki, telefonu götürək, əlimizə, həyatımızda hər şeyi çəkək, sizlərlə paylaşaq. Ancaq sizi də unutmadım. İstədim qısa da olsa sizlər üçün vlog paylaşım. Buyurun, maraqlıdırsa xanımlar izləyin. İzlədiyiniz zaman mütləq like qoyun və abunə olun. 14 manat. Çox qəşəngdir. Gəzdiyim qab-qacağa baxdım, istədiyim feni tapa bilmədim. Girdik oradan da mağazaya, belə yeni leys görmüşəm xanımlar. Bilmirəm siz bunu dadmısınız ya yox. Yeni leys aldım, 4 manat 50 qəpik idi, səhv etmirəmsə və həkim demişdi ki, 2-3 saat heç nə yemək olmaz. Buna görə də belə qucağımı şirniyyatla doldurmuşam, gedirəm kassaya. Bu arada alça, çiyələk çıxıb, ancaq baha olduğu üçün həm də bu dəqiqə heç birinin dadı olmadığı üçün götürmədim. Evə gəldik, uşaqlar test edir. Qəşəng deyil mi Murat? Baxdıdır, nuş. Uşaqlar çox bəyəndi. Uşaqlar ümumiyyətlə Leysin olsun, digər firmaların olsun fərqi yoxdur. Bəyəndikləri suxarik, cips fərq etmir. Yeni bir şey çıxanda həvəslə onu götürüb dadırlar. Ancaq mən elə bir, necə deyərdim, yeniliyə açıq deyiləm. Elə klassik mənimki klassikdir. Nəsə yeniliyə bir o qədər tez alışa bilmirəm. Bu dad baxımından olsun, istəyir həyatımda nəyəsə fərqlilik olsun, yeni bir şey olsun, ona tez adaptasiya olunum, bu məndə yoxdur. Ancaq uşaqlar görürəm ki, fərqlidirlər. Yeni mağazaya gedəndə hər zaman yedikləri bir şey yox, çalışırlar ki, həmin firmanın yeni çıxan bir nəyisə götürsünlər. Əslində bu yaxşı bir şeydir. Mən isə hər zaman gedirəm, deyirəm bu qəşəngdir, bunu həmişə yediyimizdir, bəyənirəm və onu götürürəm. Heç vaxt fikirləşmirəm ki, o yenisini götürüm, daha dadlı olar, daha ləzzətli olar, bunu düşünmürəm. Nəysə gəldik evə, xanımlar gec getmişdik diş həkiminə, gec gəldik və axşama yemək hazırlayırıq. Belə yoldaşım quzu əti almışdı. Üstə gəldə uşaqlar quzu əti yemədiyi üçün toyuğun döş ətini belə doğradıq. İçərisinə kəkotu, rozmarin vurdum, duz vurdum, qarışdırdım. Hər zaman bunu mən edirəm, çünki duzu həqiqətən necə bilmirəm, çox qərarında tutuzdururam. Yoldaşım da çox gözəl kebab çəkə bilir. Yadıma gəlir, biz bina evində qaldığımız zaman, istədiyimiz zaman belə manqalda kebab çəkə bilmirdik. Çünki istər-istəməz balkonda bunu etsəydik, qonşulara, necə deyim, qoxusu gedir, hər kəsin nəfsi çəkər deyənə bunu etmirdik, həm də tüstüsü olurdu.
Buna görə də gedib yoldaşım bişirtdirirdi. Ancaq nəsə evdə bişirilən dadını vermir. Heç vaxtı gedib hardasa yediyimiz yerə, restorana və yaxud da gedib hardasa bişirtdirilən evdəyin dadını vermir. Məncə evdə bişirilən daha dadlı olur. Əgər bunu bacarırıqsa əlbəttə ki, yoldaşım da bunu çox gözəl bacarırdı. Qərara gəldik ki, bugün axşam yeməyini kebab edək. Kebab bişirdik. Pişiyimiz də orada oturub gözləyir ki, nə var bişəcək. O zaman biz birinci ona verəcəyik, o dadacaq, xoşuna gəlsə sonra biz yeyəcəyik. Pişiyimiz çiğ ət yemir, ümumiyyətlə çiğ ət vermirəm də, versək də test etmişəm, ümumiyyətlə yemir, çünki buna vərdiş deyil. Nəyəsə belə xanımlar, siz bilməm edirsiniz ya yox, belə quzu ətinin bişdiyi zaman yağı olur, onu çörəyə sıxanda çox dadlı, çörəyə dad verir. Kebabdan çox, inanırsınız, o çörəyi bizim evdə sevilir. Uşaqlar həmin o yağlı çörəyi yeyir. Mən də belə özümüzə sürfə açıram. Xanımlar buyurun izləyin. Göz haqqınızda halal edin. Geçen seferkinden tez pişmişti değil mi? Bəh, 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 yağlı çörək. Düşemsiniz. Elim düş. Bu da bizim axşam yeməyimiz. Bizə nuş olsun. Siz də göz haqqınızı halal edin. Hər kəsin qazanı hər zaman dolu olsun. Belə sürfəni hazırlayanda xanımlar eşidirsiniz, oğlum deyir ki, mən düşsəm silərsən. Sonra deyir qolum düşür, qolumu da salma. Ümumiyyətlə oğlum nə videolarda çəkinməyi, ümumiyyətlə nə şəkil çəkməyi heç bir şey sevmir. Bilmirəm yaş nə əlaqədardır, sizdə uşaqlarda necədir? Bizim uşağın artıq 12-13-cü yaşdadır. Xasiyyəti bu cürdür, şəkil, video onluq deyil ümumiyyətlə. Belə yeməyimizi yedik, yığışdırdım. Xanımlar karqom var idi. Daha doğrusu mənim yox, qızımın idi. Qızım paket açılımı edir. Bu bağlamanı necə sifariş etmişik, ondan danışım sizə. Xanımlar 1 qəpiyi endirimlə 1 qəpiyə salfetka qabı düşmüşdü. Çox bəyəndiyim salfetka qabı idi. Onu almaq qərarına gəldim və 30 manatı tamamlamaq üçün qızım belə özünə paltar sifariş etdi. Belə çəhrayı rəngdə, yəni rozvoy bir yufka sifariş etdi və ona uyğun qara üzərində deməli rozvoy rəngdə belə bəzəkləri olan kofta sifariş etdi. Kofta əyninə çox gözəl oldu, ancaq digər ki yufka çox kiçik oldu, heç əyninə girmədi. Halbuki mənim qızım S geyinir, biz M vermişdik. Buna baxmayaraq çox kiçik oldu. Heç cür əyninə olmadı. Bilmirəm niyə belə oldu. Üzərinə baxdıq, üzərində də razmeri yox idi. Girdim, baxdım, bəlkə Temuda dedim, bəlkə özüm səhv vermişəm, səhv vurmuşam. Baxdım, yox, elə M razmeri vurmuşam. Bu da göstərirəm, xanımlar, aldığımız salfetka qabıdır. 1 qəpiyə aldığımız salfetka qabı. Ən çox bəyəndiyim o salfetka qabı və qızım üçün aldığımız şalvar oldu. Şalvarı səhv etmirəmsə 18 manata götürmüşdük. Məncə dəyir. Belə sportivni formadır. Məktəbdə idman dərsinə geyinmək üçün götürüb. Gecə-gecə gedirik. Həm gəzirik, həm də tort almağa gedirik. Teymon paket açılımı etdik və daha sonra gəzintiyə çıxdıq. Gəzintiyə çıxanda Azanın qarşısından keçirdik. Həmişə kimi özümüzü saxlaya bilmədik və tort aldıq çayla içməyə.
həmin günü elə başa vurduq. Səhərə gündür, səhərə gündən sizlərə salamlayıram. Öz aləmdən makiyaj videosu çəkdim. Görün necə dəyişildim xanımlar. Hər şey qalsın bir kənara, saçımı yenidən rəngləmişəm. Sizcə xanımlar bu saç rəngi mənə yaraşırmı? Kim görsə deyir ki, xanım necə gözəl saçınızın rəngi var. İstəyir tanısın, istəyir tanımasın. Hər kəs çox bəyənir, deyir sizə çox yaraşır. Bu rəng hər adama yaraşmır. Əslində mən də özümə yaraşdırdığım üçün yenidən tətbiq etdim bu saç rəngini. Ötən videolarıma baxan xanımlar bilir ki, bir ay əvvəl bu saç rəngini tətbiq etmişdim. Yenidən istifadə etdim. Dedim hələlik mondadır, qoy bu saç rəngindən istifadə edim. Hazırlaşdıq, gəldik gəncliyə. Gənclikdə hər kəsin tanıdığı bu sport mağazasına girdik. Bant lazım idi, onu götürdük və gəldik mala. Malda da paltarlara baxdım. Özüm üçün platiyə axtarırdım. Nişan üçün yaxınlıqda nişanımız olasıdır inşallah. Allah bütün subaylara qismət eləsin. Nişan üçün paltarı axtarırdım. Çox paltarı geyindim, ancaq bəyəndiyim olmadı. Daha çox mağazalarda sport gündəlik geyimdə mallar vardı yaz üçün. Burada çantaları çəkirəm. Bu çantalar həqiqətən çox gözəldir. Sadəcə olaraq istifadəsi rahat deyil. Mənim üçün vacib olan çantanın rahatlığıdır. Buna görə də evdə çoxlu sayda çanta olsa da mən bir neçəsini istifadə edirəm. Hər gün eyni şeyi istifadə etsəm də əsas odur ki, rahat olsun. Mən rahatçılığa çox önəm verirəm. İstəyir paltarda olsun, istəyir çantada. Nəysə xanımlar, gəldik Defaktoya girdik. Sizlər üçün paltarları çəkirəm. Əgər maraqlıdırsa buyurun izləyin. Hə, geyməyə. Belə qəşəng dərslər var 19 manata. Xanımlar heç neçəyə vallahi. Belə material da pis deyil, qəşəngdir. Vallahi. Bunlar neçədir baxaq. Defaktodan üstündə qiymət görünmür. Bunlar da 34 manat. Ucuzda. Hər şey var. Bu donu çox bəyəndim. Sadəcə olaraq ağ rəngdə olduğu üçün məni kök göstərdi. Demirəm arığam. Ancaq bilirsiniz ki, açıq rənglər adamın olduğundan kök göstərir. Həm də ki, nişanın qəhrəmanı xanım ağ geyinəsidir. Ona görə istəmədim ağ götürəm. Və belə bir platiyə geyindim. Bu da görək qaldığı üçün yoldaşım bəyənmədi. Nəysə, bir neçə donlara baxdıq. Oradan da gəldik neftçilərə. Neftçilərə də baxdıq. Divadan bir dənə don götürdüm. Ancaq əlbəttə ki, sizlərə onu göstərməyəcəm inşallah. Nişanda geyinərəm. Geyindiyim zaman sizlərlə paylaşırım. Vlogu burada tamamlayıram inşallah. Gələn vloglarda görüşərik.